Zoğallı çaydan biz deyək ki, xeyri görürük. Bəs olmazdımı məsələn biz zoğaldan bir dərman preparatı hazırlayardılar. Zaten Orqanizmə, yəni bitki tərkibli bir şey olardı. Biz istifadə eləyərdik, daha qalıcı olardı. Zaten hazırlanan dərmanlar bitkilərdən alınıbdı. Məsələn, aspirin əvvəllər bilirdik ki, temperaturu salmağa, tərlətməyə. O necə hazırlanıb? Məsələn, çox-çox illər öncə bir deməli döyüşçülər gəlirmiş başqa bir yerdən. Onlar keçəndə orada bir söyüdlü arx varmış. Ora düşürlərmiş söyüdlü arxın içərisinə və müşahidə eləyib bu birisi kənddə də onları sağaltmaq üçün gözləyən bir qrupa vardı. Ki, yəni onlar yaralı gələcəklər, temperaturalı, infeksiyalı gələcəklər. Və bir müddətdən sonra gördülər ki, artıq onlar döyüşdən sağlam qayıdırlar. O çaya düşəndən sonra, çıxandan sonra onlar oradan temperaturasız, yara bərəsi sağalmış bu şəkildə çıxırlar və araşdırandan sonra bilirlər ki, bu söyüd ağacın ki, o suyun içəndə yaranan maddə hesabına olurmuş. Bu da söyüdün nazik deməli qabıqların altında olan aspirinə bənzər maddə. Oradan da aspirin istehsal olunmağa başladı, bəli, təbii olaraq. Zaten biz təbii məhsullarla özümüzü saxlaya bilərik, ehtiyac olmaz.